Paytaxtda taksi sayına limit qoyulacaq. Bəli, yaxın gələcəkdə Bakı şəhərində 25 mindən artıq taksi fəaliyyəti ilə məşğul olan avtomobil görmək mümkün olmayacaq. Bu, Nazirlər Kabinetinin 2025-ci il noyabrın 1-də qüvvəyə minəcək qərarında öz əksini tapıb. Bəs bu qərar nəyə dəyişəcək? Ümumiyyətlə, bu qərarın hansı müsbət və mənfi tərəfləri olacaq? Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və avtomobil nəqliyyatı haqqında qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Biz təxmini hesab edirdik ki, Bakı şəhər üçün orta say 30-35 min götürülə bilər, kvota müəyyənləşdirilsə. Amma yəni 25 min bizim üçün biraz gözlənilməz oldu. Çünki birdən-birə hal-hazırda 34 min taksi sürücüsü varsa bunu 25 minə salmaq təxminən 9 min nəfərin kənarda qalması deməkdir. Tək taksini azaltmaqla deyil. Bir ucudan məsəl üçün də nə qədər Azərbaycana maşınlar gəlir də, tıxacı yaradan onlardır. Mənim fikrim belədir. Bu taksini azaltmaqla, çoxaltmaqla onun fərqi yoxdur. Deyirlər ki, taksi sayı azalacaq və keyfiyyət artacaq. Vallahi əksinə azalanda burada heç keyfiyyət olmayacaq. Taksi qıtlığı olacaq, həmin problem yaşanacaq. Biraz əlavə artırmaq lazımdır ki, keyfiyyət də olsun, nəticə də olsun, bunun bir xeyri də olsun. Onun xeyir tərəfləri çoxdur. Paytaxtımızda məsələn probkalar azalacaq, falan olacaq. Qıraq maşınlar fəaliyyət göstərməyəcək, ili köynə deyirsiniz o mənada. Amma bu köynə maşınlar da nəsə eləməlidir, işləməlidir. Əsas ehtiyac xalqda köynə maşındır. Deyək ki, hansısa bir taksi fəaliyyəti ilə firmadır, gətirib o təzə maşınlarla, amma belə də yerli cəmaət öz maşınları ilə xaltura eləyir. Əşməli üçün fərqi yoxdur, necə istəyirlər hələ də eləsinlər. Məncə heç bir fərq olmayacaq. Onun heç bir tıxaclarda da heç bir şey olmayacaq. Keyfiyyət, çoxluq bəyəm keyfiyyət olmur, çox olanda da keyfiyyət olurdu. Sürücülərin böyük əksəriyyəti özünü apara bilmir. İstər sürmədə, istər davranışda özünü apara bilmir. Taksi sayına limit qoyulması, sayın azalması sizcə dəyişiklik edə bilərmi? Keyfiyyətə Həm keyfiyyətə, həm dediyiniz o məqamlara. inanmıram dəyişiklik olsun. Məncə azalmasını yox, daha keyfiyyətli xidmət göstərməyin tərəfdarıyam. Azaldılması çünki əhali gün-gündən artır da. Azaldılması hansı məqsədə uyğundur sizcə? İctimai nəqliyyat da hələlik tam arzu etdiyimiz səviyyədə deyil. Ola bilsin ki, taksilərin sayının azalması bir təbii prosesə çevrilsin. Tələbat olmayacaq, azalacaq. Amma avtomatik bu say azalanda qiymət artımına gətirib çıxaracaq. Və yaxşı tərəfi də odur ki, ən peşəkar, ən yaxşı sürücülər qalıb taksi xidməti göstərəcəklər. Yəni, praktiki olaraq baxsaq, əslində 25 min Bakı şəhər üçün normal rəqəmdir. Amma sosial tərəfdən baxanda, bəli, haradasa çətinliklər, problemlər görünür. Bu proses təxminən 3 ildən çox vaxt aparacaq. Və bu müddət ərzində, deyək ki, noyabrın 1-dən qərar qüvvəyə minir, heç kimin sertifikatı, buraxılış kartı, buraxılış vərəqəsi əlindən alınmayacaq. Yəni, onlar işləyəcəklər. Gələcəkdə artıq fərqlənmə nişanı üçün, lisenziya üçün, buraxılış kartı üçün müraciət edəndə artıq onda başlayacaq.